Bugünkü mövzumuz ədəd silsilə. Nədir ədəd silsilə? Yenə bir göyə fikir vermək çoxdur. Ədədlərin bir templə artması. Məsələn, nə demək istəyirəm? Tutaq ki, ilk ədədimiz, həddimiz olsun 1. Məsələn, 1-dən sonra neçə artıraq? Keçən dərs 2 artırmışdıq. Keçən dərsdə öyrənmədi. 2 artırıram. 2 artırsam 3 olacaq. Sonra 1-2 artırdım, 5 oldu. 7 oldu. Deyəsən təşəkkür edirəm. 9 oldu, 11 oldu, 13 oldu, 15 oldu. Belə gedir, bizim əməklər gedir, sonsuz olan. Burada hədlər deyə bir şey var. Yəni yazdığımız ədədlər hədlərdir. Gördüyünüz ilk ədəd hansıdır? 1. Onda biz bu A1'ə ilk hədd deyirik, birinci hədd. Dolayısıyla bu oldu ikinci hədd, bu oldu üçüncü hədd, dördüncü hədd, beşinci hədd. Davam edeyim, 6-cı hədd, 7-ci hədd, 8-ci hədd. Bunların da arasında bir məsafə var sanki. Hə? Neçə artır? 2-2 artır. Bax, buna silsilə fərqi deyirik, D-dır. D sözü də hardan gəlir? D sözü əslində çox da vacib deyil. Silsilə fərqi deyə olduğunu bilsəniz, təbii ki, mən sizdə maraq üçün yazıram. Bu ingilislərin bu sözüdür. Bunu niyə yazıram? Çünki uşaqlar anlamalıdır ki, məsafə. Məsafə 2-dir. D, distans. Deməli, hər birinin arasında bir dənə D hərfi var imişdi, ondan burada. Burada da bir D hərfi. Yəni, bir D var. İndi, məsələn, ikinci hədlə 6-cı həddin arasında arada nə qədər D görürsünüz? 4 dənə. 1, 2, 3, 4. Onda mən belə yaza bilərəm. A6 bərabərdir. A2-dən sonra 4 dənə D gəlir. Belə yazsam olar. Və yaxud bunu belə yaza bilərəm. A9 bərabərdir. A5-dən sonra 4 dənə D gəlir. Əslində işin məntiqi nədir? Bu indeksdən bunu topluysam 9 eləməlidir. Və yaxud onda belə yaza bilərəm də, elə A7 bərabərdir. A1 üstəcə neçə? Hə. Və ya A, nə bilim, 13 bərabərdir. A1 üstəcə A cümlə? 12'den. Aha. Onda belə bir mən deyim. Deyim ki, burada 1 vardısa, bu 13-dən birini çıxıb bura yazmışam. Yəni, əgər 1 ilə başlayırsa, ya da burada 7 vardısa, 1 ilə başlayıramsa, 7-dən birini çıxıb bura yazmışam, yanına da D yazmışam. Dolayısıyla bu tərəfi çəksək, yəni burada N var, burada 1 vardısa, bu N-dən birini çıxıb yanına D yazmışam. İlk düsturumuz çıxdı. İlk düstur bu formadadır. Fikir verirsəniz ikinci düstura. Sahəni əslində bununla bu üçüncü düsturdan iki əmələcək, yazıb birazdan göstərəcəm. Sahəni bu iki düsturdan hesablayırıq, hansı xeyri ilə son götürürük. Məsələn, gələk bura, ilk 3 həddin cəmi necədir? İlk 3 hədd. Neçə olur? 8. Yox, bax, bunların cəmi. 5, 3, 8, bir də var. 9. İlk 3 hədd 9. Yəni, ilk 3 həddə biz S3 deyirik. Yerinə gəlin qoyaq görə işləyək. Məsələn, 2 A1, A1-i 2-yə vurursan, üstünə gəlirsən N çıx 1. N-in əvəzində nə yazmışam? Görürsünüz 3. Yəni N çıx 1 deyəndə 3 çıx 1 üzə 2. Vur D. Bu, sırf bu misal üçün. D neçə idi? Aradakı məsafə 2. Yəni 2D, yəni 2 vur 2. Böyle 2 bulursun N. N-in əvəzində bir 3 var. 2 ilə 2 4, 2 gəldi. 6, 2'ye böldüm 3, 3'e vurdum 9. Birinci düstur istəyir. Diğerine baxaq. S3 bərabərdir. Bu da deyir ki, birinci hədd, yəni 1. Üstə gəl üçüncü hədd, yəni 5. Böl 2'ye böldüm, vur N-ə, yəni vur 3'ə. 5'dən 1, 6, 2'ye böldüm 3, 3'ə vurdum 9. Bu da bizim üçün hansı xeyr edirsə, misala baxacaq. Hansı xeyr edirsə, onda gedəcək. Məsələn, misal birbaşa yazar ki, A1 bərabərdir 7-yə, A11 də bərabərdir 23-ə.
Misal birbaşa yazar ki S11'i tap. Onda deyəsiniz ki, oradakı o üçüncü düstur. Bu formada yazsaq edir. Yəni A1 üstəciləyə A7, A11 daha da olsun. Bölüşü vur 11. Ondan sonra deyəsən ki, S11 bərabərdir. A1'in nədir? 7. Üstəciləyə A11'in 23. Böldün 2'ye vurdun 11'e bitti. 30 bölü 2 15. 15 vur 15 165. Cevap çıktı 165. Bu formalı bir şey. Şimdi geldik buradan necə deyim, bu işin diskriminantı ile nispeten kısa yollarını yani viyetini göstereceğim. Birini seçin. 9'u seçtin yani A5'i seçtin. Bir sağa bir sola bak. Cəmi 11 ilə 18 2 qatı. 2 sağa 2 sola bak. Yenə 2 qatı. Ya da 3 sağa 3 sola bak. 3 sağa 5 yenə 2 qatı. Deməli, ədədi silsilədə istənilən həddən simmetrik uzaqlaşdırsa, o simmetrik uzaqlaşdırılan cəmlər seçdiyin, yəni tən ortada olan həddin 2 qatına bərabərdir. Basit. Yazmışıq bura. Bir də artıq birbaşa sual tiplərinə keçmədən əvvəl bu 5-ci də vacibdir, o an izah etmək istəyirəm. Məsələn, tutaq ki, deyən daha sənis olan bir marker. Məsələn, A7 neçə olsun? Bir şey deyim. 14. Bu olsun 14 yaxşı. Məsələn, bir dənə də bura A13 yazacaq. Böyle olsun, bu da 50. D'ni tapa bilərik mi? 5-ci düsturu yerinə qoysaq tapar. Yəni 50 çıx 14. Bir də bundan bu. Çünki birinci 50 yazıbsa artıq məxrəzi də birinci boyun yazılsın. 13 çıx bunun sıra verməsi 7. 50 çıx 14. 36 da var. 13'dən 7'sini 6. 36 6'ya D 6. Yəni bu ikisini verər silsilə fərqini istəyər deyəsən 6'dır. Ümumiyyətlə silsilə fərqi ilə hansısa bir həddə bilirsənsə, bu ədəd silsiləyə hər şeyi bilirsən deməkdir. Bu ikisini verər, məsələn, deyər A6 nədir? Sən bilirsən ki, bu 6 artıq. A7 14'dür. A6 nəymiş? Bu neçəymiş ki, 6 artıq 14 olur? Bu 8 imiş də. Yəni bir çox sual soruşa bilər. Bu 5-ci düstur çox işimiz gəlir. İndi gəldik 4-cü düstura. 4-cü düstura ait bir misal buradan tapıb göstərə bilərəm. Demək olar ki, artıq işi yekunlaşdırdıq. Məsələn, deyər SN bərabərdir 8N'in kvadratı çıx 3N. Burada necədir? Eləymiş. Bunu verər, deyək 3-cü olarsa, məsələn. Olarsa. 3-cü həddi tapın. Buna istəyirəm fikir verəsiniz. İlk 3 həddin cəmindən, yəni bundan, ilk 2 həddin cəmini çıxsaq, yerdə nə qalır? 5. 3-cü həddən özür. Yəni 3-cü həddi istəyirsə, mən ilk 3 həddin cəmindən, ilk 2 həddin cəmini çıxmalıyım. Yəni bu düsturu verib 3-cü həddi istəsən, sən burada enin yerinə bir dəfə 3 yazırsan. Nə oldu? 3-ün kvadratı 9. Vurdun 8'e 72. 72'den de 3 çıxdın 3 üçün. 72'den de 3 çıxdın 3 üçün 9. 72'den 9 çıxsa nə qalacaq? 1. 72'den 9 çıxdıq. 63. 63. Yəni oldu 63. Sıxılsın emin yerine 2 verək. 2 kvadratı 4. 8'e vurdun 32 çıx 6. 32'den de 6 çıx 26. Yəni 63 çıx 26 bizim 3-cü həddin cavabıdır. Yəni bu bərabər imiş A3'ə. Bir də baxaq, 3 verdim nə oldu? 9, 8'ə vurdum 72. 72 çıx 9, 63 oldu. 2 verdik N'ə, yəni S2'ni tapmaq üçün, bax burada N'in yerinə 2 yazsın. 2 versin, 2 dəfə 2, 4, 8. 4, 8'in 32. 32'den çıxdın, 2 dəfə 3'ün 6. 32'den 6 çıxsan 26 qalır. 63 çıx 26 bizim 3-cü həddimiz oldu. Bu formadaydı. Sonuncu bir şey yazıb misallarımıza keçə bilərik.
Sonuncu şeyler də nədir? Məsələn, istənilən iki həddi seçin. Nələr olur? 5 10 13. Tamam, seçdik. 5'ten 13. Yani 3 ilə 7-ci həddi seçmişsiniz də əslində. A3 üstəcələk A7 nəyə bərabərdir? A10. Yox, o olmadı. A3 A7. 5'ten 13'ün cəmi. 18. Bu indekslərlə şübhəsiz 10. Cəmi 10 eləyən başqa bir şey. Nömrə, sıra nömrəsinin cəmi 10 eləyən başqa iki həddi seçək. Məsələn, A1 ilə A9 deyə bilərəm. Bu da 18 eləməlidir. Yəni nəymiş? A1 nəymiş? 1, üstəcələk A9 nəymiş? 2 versiysə 2 artı baxın bu. A9'a nə gəlməlidir onda? 17. 1 üstəcəl 17. Nə eləyəcək? 18. Onda belə bir şey deyirəm. Deyirəm, əgər buradakı sıra nömrələrin cəmi, buradakı sıra nömrələrin cəmi bərabərdirsə, qiymətlər də bərabər olmalıdır. Tək şərt nədir? Burada 2 dənə A varsa, burada da 2 dənə A olmalıdır. Yəni burada 2 dənə A, burada 4 dənə A, sıra nömrələrin cəmi 10-dur, o olmayacaq. Amma belə bu formada say, bərabərliyin hər iki tərəfində say eynidirsə, nömrələrin cəmi də eynidirsə, qiymətlər də eyni olmalıdır. Ələt sistədən ümumi məlumatlar təbii ki, alırsan deyə bilməlik belə 10 dəqiqə, 15 dəqiqə. Ümumi məlumatlar bunlar idi. İndi geçdik suallara. Bu qədər, sağ olun.